Baban qardaş salam, hər vaxtın xeyir olsun. Neçə ildir bu işin içindəsən? Yəqin ki, bu cürlə mükəmməl evə ilk dəfə mənim təqdimatımda rast gələcəksən. Səni və səhifəli izləyən hər bir kəsi salamlayıram. Qarşıdan gələn yeni il bayramınız mübarək olsun. Bu gün sənin izləyicilərin üçün əmimin evini çəkirəm Rəvan. Əmim demək bu evin tikilişinə başladı 2012-də, tikinti bitdi 2016-da. Bu evin inşası təkcə ilə 4 il vaxtımızı aparıbdı. Deməli Rəvan qardaş, bax bu hissə, baxın bura, birinci mərtəbə, monolit betondur. Bu hissə birinci mərtəbə ilə ikinci mərtəbənin arası monolit betondur və bu hissə kirişanın alt hissəsi monolit betondur. Evimizdə 3 monolit beton var. Həqiqətən mükəmməl ev. Yəni bu evin üzərində indən sonra bir 5 mərtəbə bina da qaldırsan, bu ev o mərtəbənin ağırlığına dayanıqlıdır. Çünki bugünkü gün demək olar ki, heç bir evdə bisetka bu cürlə kolondan yığılmır. Heç bir evdə hasarlara bu cürlə beton verilmir, dəyərli izləyicilər. Bax, heç bir evdə bu cürlə hasarlara beton verilmir. Bütün tikinti standartlarına uyğun şəkildə inşa aparılıbdır. Darvazanın baş hissələrinə bax, qapının baş hissəsi. Yəni bütün adicə mən sənə deyim ki, qardaş, ehtiyat süsəni var ha. Ehtiyat süsəni qardaş betonla. Yəni ehtiyat süsəninin ətrafı betonla təchiz olunubdur. Evimizin dörd bir tərəfindən keçirtmə olur. Hər yan sahədə var sanitar qovşaq. Sanitar qovşağının daxilində isə kombi otağı, generatoruna kimi var. Generator da avtomatik qurlaşdırılıb. Yəni işıq sönən kimi birbaşa işığı yandırır özü. Bu ərazidə də elə bir ərazidir ki, qaz, su, işıq, kanalizasiya heç birinin problemi yoxdur. Kamera sisteminə kimi hazır vəziyyətdə. Bu hissədə yerləşir bizdə əl damı. Bax burada belə bir əl damımız var. Gör qardaş necə möhkəm ev tikdiribdi. Əl damının baş hissəsini monolit beton elətdirib. Əl damına bu dəqiqə kim monolit beton verir? Demək olar ki, heç bir evdə bundan rast gəlməmişik də. Qardaşa bayaq zarafat yana əmimə deyirəm ki, zarafat yana. Əmim deyirəm, sən betonun ucuz olan vaxtına kimi sən elə hər yerə beton vermirsən. Bu hissədə var belə bir padvalımız. Padvalın da üstü gördüyünüz kimi monolit betondur. Buradan evin yan tərəfinə hər bir tərəfinə keçmək olur. Video uzun olmasın deyə oranı sənin izləyicilərin üçün çəkmə. Amma nəzərinizə çatdıraq ki, bu ərazidə belə bir ev həqiqətən bu qiymətə tapmaq olmur. Mənim yanı gözümün qarşısında inşa olunan evdir, mükəmməl həyət evidir. Evimizin də çox gözəl xarici görünüşü var. Bir dənə fasadlı vid vermək qalıbdır dəyərli izləyicilər. O da ki, yəni çox az summayla eləmək olar. Keçək evimizin daxilinə də sizlərə təqdimatını edeyim. Evimizin daxilinə keçdikdə baxın, ayaqqabı çıxarmaq üçün belə bir kiçik dəhliz. Dəhlizdən evimizin giriş qapısı və giriş qapısı ilə otaqlara bölgü. Dəhliz vasitəsilədir. Mərmər qranit gördüyümüz hissələr istipolla təchiz olunubdur. Geniş dəhlizli otaq bölgüləri. Dəhliz vasitəsilədir. Solda yerləşir evimizin mətbəxi sizlərə sonda təqdimatını edəcəm. Bu hissədə yerləşir evimizdə geniş qonaq otağı, iki pəncərəsi var, öz həyəcan sahəsinə açılır. Pəncərələrin qarşısı dəmir barmaqlarla mühafizə olunub, sinir sistemi kombidir. Qiymət start olaraq 210 min manata deyilir. 210 min manat bu ev üçün həqiqətən çox ucuzdur. Yəni bu evi bugünkü gün alıb inşa etdirmək istəsəz, 210 min manatdan baha başa gələcək sizlər üçün dəyərli izləyicilər. Kamera sistemi evimizin dörd bir tərəfindən mühafizə, baxın görmüş olduğunuz kimi hər bir tərəf görünür. Küçə görünüşünə kimi hər bir tərəf görünür. Qapının önünə asfalt olan bir məhəllədə yerləşir. Masazır qəsəbəsində 6 saylı məktəbin tam yaxınlığında evin pəncərəsindən 6 saylı məktəb görsənir. 6 saylı məktəbə tam yaxın ərazidə sanitar qovşağı ilə hamam otağı ayrı-ayrılıqda düşünülmüş mükəmməl həyət evlərindən biridir. Yəni həqiqətən bu ev satışda çox qalmayacaq. Əsl şəxsi yaşam məqsədi üçün inşa edilmiş mükəmməl həyət evlərindəndir. Bu hissədə yerləşir bizdə evimizin mətbəxi. Mətbəxini sizlərə sonda təqdimatını edəcəm. Keçək evimizin ikinci mərtəbəsi ilə də hər birinizi yaxından tanış edək. Hər iki mərtəbədə otaq bölgüləri, koridor, hol vasitəsilə bölgüsü aparılıb. Geniş ikinci mərtəbədə geniş dəhlizimiz var. Yəni buna da istəsəz əlavə bir otaq da edə bilərsiniz ki, əlavə otağa mənə elə gəlir ehtiyac yoxdur çünki 7 otaqdan ibarətdir. Həqiqətən bu qiymətə bu ev çox münasib qiymətə, super qiymətə hətta təklif olunur. Evimiz əşyasız formada satılır. İndi gələrsiz bəlkə bir şəkildə razılaşmaq olacaq. Deyilən qiymət, start qiymətdə də razılaşmaq olar. Hər bir otaq maşallah olsun yetərli qədər geniş ölçüdədir və hər otağın ayrı-ayrılıqda dəmir reşotqası, dəmir barmaqlarla mühafizə olunur. Həqiqətən, yəni tam səmimiyyətimə inanın, Rəvan qardaş, sən də müştərilər və denən təklif edər ki, bu ev mükəmməldir. Sözün əsl mənasında mükəmməl ötəsi həyət evlərindən birinin təqdimatını etdik sizlərə. Ünvan, Abşeron rayonu, Masazır qəsəbəsi 6 saylı məktəbin tam yaxınlığı, qiymət 210 min manat, start qiymət və qiymətdə razılaşmaq olacaq. Keçək sonda isə evimizin mətbəx hissəsini sizlərə təqdimatını edək, videomuzu yekunlaşdıraq dəyərli izləyicilərimiz və evimizdə baxın sonda mətbəxin də təqdimatını edək. Bu hissədə yerləşir mətbəximiz. Baxın belə bir geniş ölçüdə xanımlarımızın arzu etdiyi kimi geniş mətbəximiz var, pəncərəsi baxır öz həyəcanı sahəsinə. İzlədiyiniz üçün təşəkkür edirik, sağ olun. Salamat qalın, kanalımıza abunə olmağı unutmayın.